İsrailin baş naziri Benyamin Netanyahu, Donald Trump və onun tərəfdaşlarını arxasına alaraq İran İslam Respublikasının dini lideri Seyid Əli Xameneyni ofisində qətlə getirərək bununla bütün İslam dünyasına birbaşa müharibə elan etmiş sayılır. Bu hadisə beynəlxalq münasibətlərdə ciddi gərginlik yaradaraq ABŞ və İran arasındakı münasibətləri daha da kəskinləşdirə bilər və Yaxın Şərqdə qeyri-sabitliyə səbəb ola bilər. Regiondakı güclər, xüsusilə də Qafqaz və Yaxın Şərq ölkələri vəziyyətin daha da gərginləşməməsi üçün diplomatik səylərini artıracaqlar. Bu prosesdə beynəlxalq ictimaiyyətin birgə hərəkəti mühüm rolu oynaya bilər. Bu hadisə enerji bazarlarında və qlobal iqtisadiyyatda ciddi dalğalanmalara səbəb ola bilər və eyni zamanda beynəlxalq terrorizmlə mübarizə məsələsi də aktuallaşır. Çünki bu cür hadisələr qlobal təhlükəsizliklərə birbaşa təsir edə bilər.